Salam uşaqlar. Bugün mən sizə maddə miqdarı Avogadro qanununun testlərinin davamını izahını verəcəm. 1-dən 25-ə kimi izahları vermişdim. İndi 26-dan növbəti sualların izahını baxacağıq bir yerdə. İlk öncə testlərin izahını verməmişdən əvvəl sizinlə bir məlumata bölüşmək istəyirəm. Uşaqlar, mənim özümün açıq bir sınaq qrupu var ki, burada 9-cu, 10-cu və 11-ci siniflərə daxil olmaqla hər kəs bu sınaq qrupuna qoşula bilər. Belə ki, bu sınaq qrupunun əsas məhiyyəti ondan ibarətdir ki, sınaq qrupuna həftədə 3 dəfə daxil olmaqla sınaqlar göndərəcəm. Allah qoysa, amin. Və bu sınaqları siz müəyyən vaxt içərisində işləyəcəksiniz. Yəni istədiyiniz vaxt deyil də, müəyyən bir vaxtda, hər kəs uyğun bir vaxtda işləniləcək və gün sonunda hər kəs artıq mənə sınaqların doğru variantlarını göndərmiş olacaq. Yəni yazdığınız variantları göndərmiş olacaq. O variantların doğrularını və yanlışlarını yoxladıqdan sonra qalibləri müəyyənləşdirəcəyik. Birinci, ikinci, üçüncü yer qaliblərini həmin bu qrupda qeyd olunacaq. Bu həm sizi imtahanı olan müddətdə, indi ola bilər ki, yəni bu 1 il müddətində və yaxud da 2 il müddətdə 10-cu, 11-ci siniflər qoşula bilərlər və yaxud 9-cu siniflərdə əgər 4-cü qruplar varsa, onlar da bu qrupa qoşula bilərlər. Ola bilər ki, yəni bu uzun bir marafondur. Həvəsdən düşmə ehtimalınız, motivasiya, necə deyim, əksikliyi bunlar yaşaya bilər və bu normaldır. Bu sınaq qrupunun əsas mahiyyəti həm sizi həvəsləndirmək məqsədlədir. Ən azından belə bir əzm qoya bilərsiniz, belə bir məqsəd qoya bilərsiniz ki, mən bu sınaqda 1-ci yer olacağam və yaxud da 2-ci yer olacağam, 3-cü yer olacağım, qaliblərin yerində seçiləcəm. Belə bir qarşınızda məqsəd qoyub özünüzü təkmilləşdirə bilərsiniz. Eyni zamanda motivasiya verə bilərsiniz. Həm də bu sınaq qrupunun əsas xüsusiyyətlərindən biri də, yəni əsas müsbət cəhətlərindən biri də burada mənim özümün hazırladığı testlər və yaxud da qayıblılardan, OTK-lardan, modellərdən olan testlər var ki, bunu mən yönləndirəcəm. Burada sizin bilmədiyiniz səhv testlər, yəni ki, işləyə bilərsiniz, səhv variantlar seçə bilərsiniz ki, bunun doğrusunu öyrənmək məqsədi ilə mən həmin o sınaq qrupunu mən video kaydlar göndərəcəm. Yəni o sınağın izahını verəcəm, video kaydı alacağam və o qrupa yönləndirəcəm. Yəni onu YouTube-da paylaşmayacağam. Onu ancaq o qrupda yönləndirəcəm. Belə ki, əgər ki siz bu sınaq qrupuna qoşulmaq istəyirsinizsə, mənə bu nömrənin əlaqə saxlaya bilərsiniz. 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin uşaqlar, indi 26-cı suala baxaq. 26-cı sualda bizə deyir ki, 324 qram sink oksid neçə moldur? Baxın, bizə verir ki, mR sink oksid 81-dir. Mən sizə demişəm ki, istənilən maddənin mR-i onun 1 moluna uyğundur. Yəni, 1 mol sink oksidin kütləsi 81 qramdır. İndi bizə deyir ki, 324 qram. 324 qram sink oksid neçə mol olacaq? Yazıram x mol. Və burada tənasübünü həll edirəm. 324-ü bölürəm 81-ə, o da eləyəcək 3 mol. Cavab olacaq deməli D variantı və yaxud da düstur yolla da həll edə bilərsiniz. N bərabərdir, kiçik M bölünsün, böyük M düsturuyla da həll etmək mümkündür. İndi gəlin 27-ci suala baxaq. 27-ci sualda bizə deyir ki, 0,2 mol natrium 2SO4 vurulsun 10 mol su birləşməsində neçə mol atom var? Uşaqlar, baxın, natrium 2SO4 vurulsun 10 mol su birləşməsində nə qədər atom görürsünüz? 2 natrium, 1 kükürt, 4 oksigen. Ümumilikdə burada 7 atom görürsünüz. 10 mol suda da 20 hidrogen atomu, 10-da oksigen atomu. Ümumilikdə burada da 30 atom. Bu vurma da elə bir ki, atomların ümumi cəmi deməkdir də. Yəni atomları bir yerdə hesablayırsınız. 30 ilə 7-nin cəmi olur 37. Bu 37 atom sayı 1 mol uyğundur. 1 mol deməli 37-dirsə atom sayı. İndi bizə deyir 0,2 mol. 0,2 moldakı 0,2-ni vuracaqsınız 37-yə. Olacaq 7,4. 27-də doğru variant B variantıdır. Gəlin indi baxaq 28-ci suala. Deyir maqnezium SO4 vurulsun 7 mol su birləşməsində neçə atom var? Maqnezium 1, kükürt 1, oksigində 4. Ümumilikdə burada nə qədər atom görürsünüz? 6. 7 mol suda 7 vurulsun 2, 14 hidrogen atomu var və 7 vurulsun 1, 7-də oksigen atomu var. 21 burada ümumilikdə atom var suda və maqnezium SO4-də də 6 atom var. Ümumilikdə 27 atom var. 27 atom 1 moldadır. 1 molda 27 əgər atom varsa, indi bizə soruşur 0,2 mol. 0,2 molda da 0,2-ni vuracaqsınız 27-yə, olacaq 5,4. Yəni doğru variantınız olur D variantı. İndi isə gəlin 29-cu suala baxaq. 29-cu sualda deyir ki, birləşmədir. C2H6 üçün verib 90 və maddə miqdarını soruşur. Baxın, mR verib C2H6 üçün 30. Yenə deyirəm, mR 1 mol uyğundur. Deməli, 1 mol C2H6-nın kütləsi 30 qramdırsa, bəs cədvəldə verilən 90 qram neçə mol uyğun olmuş olacaq? Bəli, 3 mol. Deməli, x oldu 3 mol. Buradan x-i tapdıq. İndi y. Verib ki, C2H4-ün mR-i 28-dir. Yəni, 1 mol C2H4-ün mR-i 28 qramdırsa, sizdə cədvəldə verilən 56 qram neçə mol olmuş olacaq? Y mol.
Buradan da y tapırsınız ki 2 moldur. Deməli x 3, y-də 2 olan variant B variantıdır. Gəlin baxaq indi 30-cu suala. Birləşmə verib, C2H6-nın verib ki, həcmi 33,6-dır. Mol miqdarında verib x. Uşaqlar 1 mol maddə 22,4 litr tutur həcm olaraq. İndi isə deyir ki 33,6. 33,6 litr yazacaqsınız x mol. Buradan x-i tapacaqsınız ki 33,6 bölünsün 22,4. O da eləyəcək. Deməli 1,5 mol. Deməli x nə olacaq? 1,5 mol. Bir də verib C2H4 üçün də 44,8. 1 mol deyirsiniz ki 22,4 litrdirsə, əgər artıq siz bunu, yəni mən belə izahım verirəm sadə dildə və uzun-uzadı ola bilsin ki, izah verirəm, heç bilməyən uşaqlar üçün. Bunu belə biraz bazası olan uşaq varsa və ya da riyaziyyatda biraz güclüdürsə, bunu artıq avtomatik şəkildə hesablayır ki, 44,8 bölünsün 22,4. Yəni bir də durub bunun tənasibini qurmur. İndi hələ ki siz ilk başda çətinlik çəkə bilərsiniz bəzi uşaqlar. Bu heç bir eyib deyil, sadəcə artıq bunu sürətləndirmək lazım gələcək. Buradan y hesablayanda 44,8-i böləcəksiniz 22,4-ə. O da eləyəcək 2 mol. Deməli 1,5 olan variant da C variantıdır. İndi gəlin baxın 31-ci suala. Verib metan, bu CH4 metandır. Lap belə indi adlarını bilmirsiniz, gəlin sizin üçün formullarını oxuyaq. CH4 verib, C2H2 verib, C3H6 verib. Mol saylarını verib N1, N2, N3 və deyir hidrogenin kütləsi AAA. Bu o deməkdir ki, CH4-də, C2H2-də və C3H6-da hidrogen atomlarının sayı eynidir. Amma mən görürəm ki, burada 4-dür, burada 2-dir, burada 6-dır. Deməli, mən bunu eyniləşdirməliyəm. Eyniləşdirərəm, məsələn, 4-ə 2-yə 6 ortaq nədir? 12. Düzdürmü? Ortaq 4, 2, 6-ya ortaq 12-dir. İndi mən deyirəm ki, CH4-də 12 hidrogen atomu olsun. Onda mən nə edəcəm? CH4-ün əvvəlinə əmsal 3 yazacam. Çünki 3-ü hidrogen atomu sayı 4-ə vuranda 12 eləyir. C2H2-nin onda əvvəlinə 6 yazacam ki, 6-nı hidrogen atomu, bax, buradakı sayı 2-yə vuranda eləyir 12. Burada da yazacam 2. İndi bizə deyir mol sayı. Deməli, N1 olur 3, N2 olur 6, N3 də olur 2. İndi olacaq, deməli, N3 kiçikdir N1-dən, o da kiçikdir N2-dən. Bu da olur Y variantı. Gəlin baxağın, indi 32-ci suala. 32-ci sualda deyir ki, maddələr verib, C2H6 verib, ondan sonra HGS verib, bir də verib NH3. Burada yenə mol sayları verib N1, N2, N3, hidrogen kütləsini verib AAA, yəni hidrogen kütləsi eynidir. Burada mı 6 hidrogen, burada 2 hidrogen, burada 3 hidrogen var. Deməli, ortaq hamıya 6 gedir. Onda bura 1 yazaram. 1-i çünki 6-ya vuranda 6 eləyir. Burada 3 yazaram ki, 3-ü 2-yə vuranda burada da 6 olsun, burada da 6 olsun. Burada 2 yazaram ki, 2 vurulsun 3 hidrogen atomu sayı, o da olsun 6. İndi bizə deyir ki, mol sayları. Mol deməli N1 üçün olur 1, N2 üçün olur 3, N3 üçün də olur 2. Deməli, onda deyirsiniz ki, N1 kiçikdir N3-dən, o da kiçikdir N2-dən. Doğru variant olur B variantı. Gəlin, indi baxağın uşaqlar 33-cü suala. Deməli, deyir ki, maddədir, hidrogen verib, kütləsi deyir ki, 8-dir. Uşaqlar, baxın, air hidrogen verib 1. Onda emir hidrogen neçə olacaq? 2 dənə hidrogendir də, 2-ni vurarsınız, 1 olacaq 2. Mən də sizə demişəm ki, emir 1 mol uyğundur. Deməli, 1 mol hidrogenin kütləsi 2 qramdırsa, 8 qram neçə mol uyğun olacaq? 4 mola. Deməli, 4 moldur. Tapdıq 4 mol. Mol sayı deyir, x oldu 4. İndi bizə deyir ki, bir də həcmi. Deyirəm, 1 molda əgər 22,4 litrdirsə, onda 4 mol sizcə 4 vurulsun 22,4 litr, yəni 89,6 olar mı? Olar. 4 və 89,6 olan variant Y variantıdır. İndi gəlin baxaqın 34-cü sualı. Maddə verib, N2 verib. Deyir ki, deməli, N2-nin kütləsi 42-dir. Deyirəm ki, gəl birinci emir tapaq N2 üçün. Bir azotun kütləsi 14-dürsə, 2 azotun kütləsi 2 vurulsun 14, 28 qram olacaq. Deməli, 1 mol N2-nin kütləsi 28 qramdır. İndi bizə deyir kütləsi 42 qram. 42 qram onda yazacam neçə moldur? Yazıram x mol. Buradan x hesablayıram. 42 bölünsün 28. Bu da eləyəcək 1,5 mol. Tapdım ki 1,5'dir. X deməli olacaq 1,5. İndi bizə həcmi soruşur. Deyirəm ki 1 mol əgər 22,4 litrdirsə, ona 1,5 mol neçə litr olacaq? 1,5 vuracaqsa 22,4-də, o da eləyəcək 33,6. Doğru variant A variantı. Gəlin indi baxağın 35-ci suala. 35-ci sualda deyir ki, maddə verib, x, y və z, ərimə temperaturu -20, x üçün verib, qaynama temperaturu 60, y və z-də uyğun olaraq qiymətlər verilib. Deyir, hansı maddənin 1 molu
normal şəraitdə 22,4 litrdir. Uşaqlar, normal şərait, yadda saxlayın, bilənlər varsa bilir, bilməyənlər də varsa bir yerdə qeyd eləsin. Normal şərait 0 dərəcədir. İndi bizə deyir ki, normal şəraitdə 22,4 litr həcm tutur. 23,4 litrdə uşaqlar qazlara aid olan bir fikirdir. Yəni deyir ki, X, Y və Z-də ayrı-ayrılıqda yoxla. 0 dərəcə hansında qaz aqreqat halındadır? Buna bizi belə deyir şərtdə. Normal şəraitdə 0 dərəcə, 22,4 litrdə yenə deyirəm. Qazlara aid olan bir fikirdir. İndi gəlin baxaq X üçün. X üçün bizə verib ərimə temperaturu -20, qaynama temperaturu verib 60, -20, 60. Bu 3 hissəyə bölünür. 2 intervalda mı 3 hissəyə bölünür və mən bunu sizə 2-2 anlayışlar testlərində buna aid oxşar tipli suallar var, izahını vermişdim. Birinci bərk yazırıq, sonra maye yazırdıq, sonra qaz yazırdıq. İndi baxın, bu normal şəraitdə 0 dərəcə burada harada yerləşir? Bəli, baxın, ortada yerləşir. Çünki biz bilirik ki, 0-dan sağda müsbət ədədlər yerləşir, sonra da mənfi ədədlər yerləşir. Deməli, 0 ortada yerləşdi. Və normal şəraitdə, yəni 0 dərəcə hansı aqreqat halına gəldi düşdü? Maye. Amma bizə qazı istəyirdi. Ona görə X yanlışdır. İndi baxaq Y üçün. Y üçün yazıram müsbət 18 və 104. 2 interval 3 hissəyə bölür. Yazıram bərk, maye və qaz. İndi 0 dərəcə uşaqlar harada yerləşir? Baxın burada. Deməli, bərk aqreqat halına düşür. Bu da yanlışdır. İndi gəlin Z üçün baxaq. Z üçün də yazıram ki, -80 və -10. Yazıram bərk, maye və qaz. İndi 0 dərəcə harada yerləşəcək? -10-dan sağdır. Yəni, baxın burada. O da hara düşdü? Qaza. Və bizə də qaza aid olan istəyirdi. Yalnız Z olan variant Y variantıdır. İndi gəlin uşaqlar baxaq 36-cı suala. 36-cı sualda deyir ki, oxuyun birinci özcə. İnşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisində hava həcmcə 78% azot qazı, 21% oksigen qazı və 1% karbon qazlarından ibarətdir. Zalın həcmi 400 kubmetr olarsa, havada olan oksigenin qazını kubmetrlə də elə soruşur. Uşaqlar, deyir, havada 21% oksigen var, elə bizdə oksigen qazında həcmi soruşur. Çox sadədir. Məsələnin uzun olmasına baxmayın. 400-ü vuracaqsınız 21-ə, böləcəksiniz 100%-ə. O da eləcə 84 kubmetr. Yəni, doğru variant olacaq C variantı. İndi 37-ci suala baxaq. Deyir, kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün bir şarı helium qazı, digərini isə karbon qazı ilə doldurur. Və deyir ki, hər iki şarın həcmi eynidir. Və içərisindəki qazların temperaturları bərabərdir. Deməli, həcm eynidir, temperatur da eynidir. İndi bizə deyir, helium və karbon qazı ilə doldurulmuş şarların sıxlıqları arasında doğru münasibəti müəyyən edin. Uşaqlar, 37-ci sualda belə bir nəzər məlumatı sizinlə bölüşmək istəyirəm. Fizikadan da yəqin ki, bilirsiniz ki, ideal qazın tənliyi var ki, PV bərabərdir. Kiçik M bölünsün böyük M, R-T düsturundan hesablanır. İndi bizə deyir ki, burada həcmi də eynidir, qazın temperaturu da eynidir. Biz bunu bu düsturdan hesablaya bilərik. Həcm də eynidir, qazın temperaturu da eynidir. Və siz də bilirsiniz ki, M bərabərdir rho V-dir. Bəs rho bərabərdir nəyə? M bölünsün V. Baxın, M-i V-yə böləndə alınır rho. Və həmin bu sıxlıq MR-lə düz mütənasibdir. Baxın, düz mütənasibdir. Yəni ki, bu nə deməkdir? Siz həmin o maddəni əgər MR-in bilsəz, ona sıxlıq kimi nəzərə ala bilərsiniz. İndi bizə deyir ki, heliumun MR-i. Heliumun MR-i verir ki, 4-dür. Ayrı-hində helium elə 4-dür. Amma karbon qazını gəlin özümüz hesablayaq. MR karbon qazı bərabərdir. 12 üstə gəlsin 32 deyir 44. Helium üçün də buradan yazıram. Helium. O deyir 4. İndi bizə deyir ki, sıxlıqları müqayisə elə. Mən də dedim, sıxlıq deməli deyirik ki, MR-i ilə eynidir də, yəni ki, eyni anlayış, düz mütənasibdir. Yəni, burada necə ki, karbon qazının kütləsi 44 qram heliumun kütləsindən, MR-indən böyükdür. Deməli, karbon qazının sıxlığı heliumun sıxlığından böyük olmuş olacaq. Doğru variant olur B variantı. Gəlin uşaqlar, indi baxağın 38-ci suala. Deməli, deyir ki, kimyaçı müxtəlif qazlarla doldurulmuş şarlardan istifadə etmək məqsədi ilə havada müxtəlif qazların paylanmasına aid təcrübə aparır. O şarlardan birinə helium qazı, digərinə, baxın, şarlardan birinə deyir helium qazı, digərinə azot qazı və o birinə isə deyir ki, oksigen qazı ilə doldurur. Və deyir, daha sonra şarlar havaya buraxılır.
Təcrübə zamanı məlum olur ki, X qazı ilə dolu olan şar yuxarı qalxmır. Deyir, X yuxarı qalxmır. Qalxmır. Ondan sonra Y qazı ilə dolu olan şar sürətlə yuxarı qalxır. Sürətlə. Z qazı isə azca deyir ki, yuxarı qalxır. Deyir, X, Y və Z qazlarını müəyyən edin. Uşaqlar, baxın, hara qalxır həm bu şarlar hansı, hara gedir? Havaya buraxılır deyir. Havanın, uşaqlar, mən deyim sizə, kütləsi təqribi olaraq 29-a yaxın, 29-dur. Bu testlər indi burada qeyd olunmayıb, amma o birisi növbəti testlərdə havanın qeyd edirlər ki, 29-dur. Və siz, baxın, görürsünüz, sizə helyumdur, azotdur, oksigində ayrılarını verib. Niyə? Çünki bunların emrini hesablamağa görə. Helyum üçün yazırsınız 4. Bir azotun kütləsi 14-dürsə, baxın, N2 2 dənə azotdur. 2 azotun kütləsi olacaq 2 vurulsun 14, 28, bu da olacaq 36. Yuxarı bu əgər qalxmırsa bu şar, deməli o havanın kütləsindən məntiq nəticəsində çoxdur ki, ağırdır ki, o yuxarı qalxmır. Deməli X nə olacaq? Olacaq oksigen qazı. Deyir, sürətlə yuxarı qalxır. Sürətlə yuxarı qalxır nə deməkdir? Deməli bu ən aşağı kütləyə malik olan qazdır. Yəni helyum qazıdır, 4-dür. Çünki 4,29-dan görün nə qədər kiçikdir. Onun yəni sürətlə qalxacaq yuxarı. Bu deməli Y qazı helyumdur. Azot da 28-dir, o azı qalxacaq. Çünki 29-dan kiçikdir, amma o qədər də kiçik deyil. Yəni 4 kimi kiçik deyil. Qalxır yuxarı, amma sürətlə qalxmır, azı qalxacaq. Z də olur N2. İndi bizə deyir ki, X oksigen, Y helyum, Z-dəki azot olan qaz 38-də olacaq D variantı. Gəlin baxalım 39-cu suala. Deyir, karbon qazının verilmiş həcmlərinə uyğun olanları müəyyən edin. 4,48 litr. Gəlin birinci bunları biz çevirək mola. Ondan sonra bizə molekul sayı soruşur, qram soruşur. Ondan sonra hesablamamız daha rahat olacaq. 4,48 litr deyirik neçə moldur? Uşaqlar 4,48-i bölün 22,4-ə. Ondan sonra siz molunu hesablayasınız. Deməli 4,48-i 22,4 litrə böləndə uşaqlar 0,2 mol. Sonra 8,96-nı bölürsünüz 22,4-ə ki, görək nə qədər moldur. O da deyəcək 0,4 mol. Deməli buraya yazırıq 0,4 mol. 11,2-ni 22,4-ə böləndə o da deyir 0,5 mol. İndi bizdə molekul sayı. Nəyin molekul sayı deyir? Karbon qazı. Yəni 0,2 mol karbon qazı, 0,4 mol karbon qazı, 0,5 mol karbon qazında molekul elə dedik biz nədir onun? Əmsallı molu eyni anlaşdı. İndi baxın Avogadro ədədi ilə hesablamamız lazım gəlir. Gəlin birinci üçün hesablayaq. Əgər 1 mol maddəmiz 6,2 vurulsun 10^23-dürsə, ona 0,2 mol maddə 0,2-ni vuraraq 6,2 vurulsun 10^23-ə. O da neçə olacaq uşaqlar? 0,2-ni 6,2-yə vuranda eləyəcək 1,204 vurulsun 10^23. Düzdür? Aha. 10^23. Aha. Deməli, birinciyə gedir 2. Bunu qeyd elədik. İndi 8,96 litr dedik 0,4 moldur. 0,4 mol deyirik ki, əgər 1 mol, belə yazırsınız, 6,2 vurulsun 10^23-dürsə, onda 0,4 mol deyirsiniz ki, neçə olacaq? 0,4-ə vuracaqsınız 6,2-yə. 6,2-yə vuranda eləyəcək 2,408 vurulsun 10^23 şəklində olmuş olacaq. Deməli, o da gedir 1-ə. İkinciyə gedir 1. 11,2 litrdə 0,5-dir. Əgər 1 molunuzu yenidən yazmıram. 6,2 vurulsun 10^23 isə 0,5 vuracaqsınız 6,2-yə. O da eləyəcək 3,1 vurulsun 10^23. 3-ə də gedir 3. Bunu belə qıraqda qeyd elədik. İndi gəlin qramlarla hesablayaq. Qramlarla da hesablamaqdan ötürü burada bir dənə ağ səhifə yaradım. Necə eləyəcəksiniz? Deyirsiniz ki, 4,48 litr neçə mol dedik? 0,5 mol. 0,2 mol dedik də. Dedik ki, baxın, 1 mol karbon qazının kütləsi neçə qramdır? Baxın, verib bizə 44 qram. Əgər 1 mol karbon qazının kütləsi 44 qramdırsa, bəs yaxşı, birinci üçün hesablayıram. 0,2 mol olduqda onun kütləsi neçə olacaq? 0,2-ni vurasınız 44-də eləyəcək 8,8 qram. Deməli, birinci həm 2 gedir, həm 4 gedir. Sonra deyirsiniz ki, əgər ki, 1 mol karbon qazının kütləsi 44 qramdırsa, ikinci üçün 0,4 mol tapdıq axı. 0,4-ü vuracaqsınız 44-də, o da deyəcək 17,6 qram. Deməli, ikinciyə həm 1 gedir, həm də 5 gedir. İndi biz elə variant tapmalıyıq ki, birinci 2, 4, ikinci 1, 5, üçüncüyə də yalnız 3 gedən variant Y variantıdır. Gəlin uşaqlar, indi baxağın 40-cı suala. 40-cı sualda bundan əvvəl izahını verdiyim sualların eynisidir. Deyir 0,2 mol koprum SO4 vurulsun 5 mol su birləşməsində neçə mol atom var? Gəlin birinci 1 mol üçün hesablayaq. Koprum SO4 deyir ki, vurulsun 5 mol su. Düzdürmü? Baxın, burada 1 koprum, 1 kükürt, 4 oksigen. Ümumilikdə nə qədər atom var? 6 atom var. 5 mol suda da 10 hidrogen atomu var. 5 də oksigen atomu. Ümumilikdə 15 də burada var.
15 ilə də 6-nın cəmi 21. Deməli 1 molda 21 atom varsa 0,2 molda da 0,2-ni vuracaqsınız 21-ə olacaq 4,2, yəni olacaq A variantı. Sonra gəlin baxaq 41-ci suala. 41-ci sualda deyir ki, alt tam %2 vurulsun 10 üstü 23 sayda A atomu olan XY4 birləşməsi neçə moldur? Uşaqlar, alt tam %2 vurulsun 10 üstü 23 1 mol deməkdir. Düzdürmü? Deyir, yəni sizə XY4-də ümumi atom sayı 1 moldur. Amma mən görürəm ki, 1X atomu, 4Y atomu var. Atom sayı 5-dir. Bizə 1 mol deyirsə, mən onda bu əmsal neçə yazmalıyam? 1-i böləcəksiniz 5 olacaq 0,2. Çünki 0,2-ni siz X1-dir, X-də 4-dür. Ümumi 5 atomu vuranda eləyəcək 1 mol. Deməli, əmsalınız oldu 0,2. Yəni, əmsal mol eyni şeydir. O da eləyəcək 0,2. Sonra baxaq 42-ci suala. 42-ci sualda deyir ki, alt tam %2 vursun 10 23 sayda, yəni alt tam %2 vursun 10 23 1 mol deməkdir. A atomu olan XY3. XY3-ə görürəm ki, 1X atom, 3Y atom var, 4 atom var da. Amma mənə deyir ki, 1 olsun. Ona mən bunu əvvəlcə yazacağım. 0,1-i böləcəsiz 4-ə 0,25 yazacaqsınız. Yəni olacaq A variantı. Gəlin indi baxaq uşaqlar. Deməli 43-cü sualı. A2B4 birləşməsində deyir 0,25 molda neçə atom var? A2B4. Baxın, nə qədər atom görürsünüz? 2A atomu var, 4-dən də B atomu var. Ümumilikdə 6 atom var da. 6 atom uşaqlar 1 mola uyğundur. Yəni 1 molda 6 atom. 6 atom belə yazacaqsınız Avogadro ilə. Çünki görürsünüz, sizdə variantlarda hamısı Avogadro iləndir. Avogadro ilə belə yazacaqsınız. 6 vurulsun, alt tam %2 vurulsun, 10 üstü 23 yazacaqsınız belə. Bəs indi sizdə verilən şərtdə 0,125 moldur. 0,125 molda deyəcəksiniz nə qədərdir? Deyirsiniz X. Buradan X hesablayırsınız ki, 0,125 vurulsun 6, vurulsun alt tam %2 vurulsun 10 üstündə 23. 0,125 uşaqlar 6-ya vuranda eləyir 1,5. Onu da alt tam %2-yə vuranda eləyir 9,3 vurulsun. Burada nə səhv hesabladıq elə bir dəqiqə. Yox, düz hesablamışam. Sadəcə 43-cü sualda yazıram da. Mən 44-ün variantlarına baxıram. 9,3 vurulsun 10 üstündə 23. Bu da olan variant A variantıdır. Mən düz yazmışam. Sadəcə 44-ün variantlarına baxdım. O cavabı tapa bilmədim. İndi 44-cü sual bunun bənzəridir. Gəlin baxağın. 44 deyir ki, AB3 birləşməsini deyir ki, 0,125 molda neçə atom var? 1 molunda uşaqlar nə qədər atom görürsünüz? 1A, 3-də B, ümumilikdə 4 atom. Yəni 4 vurulsun, altdan %2 vurulsun, 10 üstündə 23 yazırsınız. Düzdür? İndi 0,125 molda. 0,125 mol üçün də yazacaqsınız X. Buradan X hesablayırsınız ki, 0,125 vurulsun 4, vurulsun altdan %2 vurulsun, 10 üstündə 23. 0,125 4-ə vuranda eləyəcək 1, 1 də altdan %2 vurulsun, 10 üstündə 23-ə vuranda eyni şey olacaq. Olacaq A variantı. İndi uşaqlar, gəlin baxağın 45-ci suala. 45-ci sualda deyir ki, 0,5 mol X2O3 birləşməsinin kütləsi 5,1 qramdır. 0,5 mol, baxın, şərtdə nə deyir onu yazıram. Deyir, nə qədərdir qram? Yazırsınız, deyir, şərtdə 5,1 qram. Yazdım. İndi deyirəm, özümə sual verirəm. Bəs yaxşı, 1 molunun kütləsi nə qədər olar? Gəl onu hesablayaq, yazıram 1 A qram. Yazdım bura 1 A qram. Buradan A-nı tapıram ki, 5,1-i bölürəm 0,5-ə, eləyir 102 qram. Deməli, X2O3-ün emiri, X2O3 olacaq 102 qram. Yazırsınız, 2 vurulsun, X-də gəlsin 48, bərabərdir 102-yə. 102-dən çıxacaqsınız 48-ə, böləcəksiniz 2-yə, buradan da X-in qiymətini tapasınız 27, olacaq Y variantı. Gəlin uşaqlar, indi baxağın 46-cı suala. Qazlar verilib, deyir ki, XH3 qazı verib, X2Y qazı verib, bir də XY2. Deyir, bunların mol sayları eynidir. A. Deyir, indi atom sayı. XH3-də 1X atom, 3 hidrogen atom, ümumilikdə 4 atom. Onu da vurursunuz əvvəldəki əmsala A-ya, 4A. Burada 3A, bu da olacaq 3A. İndi deyir ki, bu N1 verib, bura verib N2, burada verib N3. İndi müqayisə eləyin. Deyəcəksiniz ki, N1 böyükdür, N2 ilə də N3 bir-birlərinə bərabərdir. Doğru olan variant D variantıdır. Sonra baxırıq növbəti suala, 47-ci suala. 47-ci sualda deyir ki, hansı maddələrin 0,5 molunda 1,806 vurulsun 10,24 sayda atom var? Deyirsiniz ki, əgər 0,5 molunda 1,806 vurulsun 10,24 atom varsa, onda 1 molunda nə qədər atom var? Deməli, siz 1,806-nı böləcəksiniz 0,5-ə. O da eləyəcək, deməli, 3,612 vurulsun 10 üstündə 24. Və bu da uşaqlar.
Uşaqlar, əslində gəlin belə eləmək lazımdır. 1 molda bu qədər ola bilməz. Biz deyirik ki, 1 molda 6,2 vurulsun, onun üstündə 23 atomu var. Bu, bizə şərtdə verilən 1,806 vurulsun, onun üstündə 24 görək neçə moldur. Bu 0,5 deyir. Həqiqətən 0,5 moldadır. Çünki biz bilirik ki, şərtdə konkret, yəni biz qayda olaraq, nəzəri məlumat olaraq bilirik ki, 1 molumuz 6,2 vurulsun, onun üstündə 23-dür. Onda 1,806 vurulsun, onun üstündə 24. Görək neçə moldur? 1,806-nı böləcəksiniz siz 6,2-yə. O da eləyəcək 0,3. Elə bir belə yazsın da 1,806 vurulsun 10 üstü 24-dür. 6,2 vurulsun 10 üstü 23. Burada ixtisar gedir. Burada 10 olur. Burada da olur 0,3. 0,3 də 10'a vuranda eləyir 3. Deməli 3 moldur. Amma sizə deyir 0,5 molunda. Siz amma tapdınız ki 3 moldur da. İndi bunun 3 mol olması üçün əvvəldə 0,5 var. Atom sayı ümumilikdə maddədə neçə olmalıdır ki, 0,5-i siz həmin atom sayına vuranda siz eləsin 3 mol. Təbii ki 6. Deməli siz elə bir maddə seçməlisiniz ki, orada atom sayı olsun 6. Baxın, C2H6-da 2 karbon atomu, 6 hidrogen atomu, ümumilikdə 8 atom var. NO2-də 3 atom var. N2O4-də 6, C2H4-də 6, burada da 5. 6 olanlar 2 ilə 4-dür. Deməli doğru cavab olacaq 2, 4. Yəni fikir verdiniz nə demək istəyirəm? Bunu əvvəldə səhv yazdım. Çünki mən fikir verirəm ki 1 molda 3600 bu qədər ola bilməz də. Mən nəzəri olaraq bilirəm ki 1 molda 6,2 vursun 10 üstü 23 saydadır. Yəni mənə bu şərtdəki verilən 1,806 vursun 10 üstü 24 3 moldur. Mənə bu 0,5 molda əvvəlində verib. Bəs mən o atom sayı 6-ya vurmalıyam ki o 3 eləsin. Hə uşaqlar, indi gəlin 48-ci suala baxaq. 48-ci sualda deyir ki, hansı maddələrin 0,5 molu 11,2 litrdir. Deməli 0,5 mol deyirik ki, əgər 11,2 litrdirsə, onda uşaqlar 22,4 litrdə 1 mol olacaq. Yəni 1 molda olacaq 22,4 litr. Mən də sizə dedim ki, 22,4 litr qazlar aid olan bir fikirdir. Yəni siz variantlardan, yəni bu 5 variant ki var, siz onlardan qazları seçməlisiniz. Yəni maye, bərk halda aqregat olan maddələri seçməli deyilsiniz. Yenə deyirəm, çünki 22,4 litr qazlara aid olan bir fikirdir. İndi deməli, hansıdır qaz? Xlor qazdır, brom deyirik ki, mayedir. Ondan sonra oksigen qazdır, bir də O3-dəki ozon qazdır. Olur 2, 4, 5. İndi gəlin 49-cu suala baxaq. Deyir ki, hansı maddənin 1 molunda eyni sayda atom var? Deməli, oksigen. Oksigende deyirik ki, 2 oksigen atomu var. Su, deməli, H2O ilə yazılır. Burada deyirik ki, 2 hidrogen atomu, bir dənə oksigen atomu, ümumilikdə 3 atom var. Azot deməli N2 ilə yazılır. Burada da 2 atom var. Argon da ki 1 atomludur. Burada da 1'dir. İndi eyni sayda atom var. 2 olanlar, yəni 1-dən 3. 1, bir də 3. Uşaqlar, indi gəlin baxalım 50-ci suala. 50-ci sualda maddə verib CO maddəsi. Deyir, həcmi 22,4 litrdir. 22,4 litr uşaqlar 1 mol deməkdir, düzdür. Deməli 1 mol CO-da deyir ki, atom sayı verib B. Atom sayı uşaqlar, baxın, bir karbon atomu, bir də oksigen atomu var, 2-dir. Onu da əvvəldəki bu 1-ə vuranda 1 vurulsun 2 eləyir 2. Deməli ümumidə 2 atom var. B-ni tapdınız ki 2-dir. İndi verib ammonyak üçün. Ammonyak üçün də uşaqlar verib atom sayı B bölünsün 2. Yəni 2-ni 2-yə bölmüşük olur 1. Amma siz görürsünüz ki, ammonyakda 1 azot atomu var. 3 hidrogen atomu var, 4 atom var. Deməli, mən o 4 atomu əvvəldə bu əmsal neçədir ki, ona vurmuşam, olub atom sayı 1. Mən o əmsalı tapdım, oldu 25. Çünki 1-i 4-ə böləndə yer 0,125. İndi deyir həcmi. Deyirəm 1 mol maddənin həcmi 22,4 litrdirsə, 0,25 molda bəs onun həcmi neçə olacaq? 0,25-i vurursunuz 22,4-ə. O da eləyəcək 5,6 litr. Buradan da x-in qiymətini tapdınız 5,6 litr. İndi gəlin baxağın 51-ci suala. 51-ci sualda bizə deyir ki, maddə verib, NO maddəsi verib, bir də C2H2 maddəsi verib. C2H2-də deyir ki, həcmi 11,2 litr. 11,2 litr deyirik ki, 0,5 moldur. Yazıram əvvələ 0,5. Deyir atom sayı A-dır. Baxın, 2 karbon atom, 2 də hidrogen atom var. 4. 4'ü vurursunuz əvvəldəki bu əmsal neçədir? 0,5-ə. 4'ü 0,5-ə vurursunuz, olur atom sayı 2. Deməli, A oldu 2. İndi deyir ki, NO maddəsi üçün atom sayı 2A'dır. Yəni 2 vurulsun 2, 4'dür. NO-da görürəm ki, bir azot atomu var, bir də oksigen atomu var. Ümumilikdə 2'dir atom sayı. Amma məndə atom sayı 4 olması lazımdır. Onda bunun əvvəlində 2 yazacağım. Çünki 2'ni NO-dakı olan atom sayına vuranda olur 4. Deməli, tapdım ki, bu əmsal 2'dir. Molumuz 2'dir. İndi bizdən mol soruşmur ki, bizdə həcmi soruşur. Deyirəm 1 mol maddə 22,4 litrdirsə, mən tapdım axı bu 2 moldur. 2 mol olacaq, 2 vurulsun 22,4 litr, yəni
44,8. Buradan da x olur 44,8. 52-ci suala baxaq. 52-ci sualda deyir ki, boş halda birinci və ikinci qabların kütlələri eynidirsə, m hesablayın. Baxın, birinci qabda uşaqlar nə görürsünüz? Yazılıb ki, 1 mol hidrogen. 1 mol hidrogen. Aha. Bir hidrogendən əlavə birinci qabda M maddəsi də var. İkinci qabda da deyir 0,5 mol karbon qazıdır. 0,5 mol karbon qazı. Deyir ki, ikini böyük yazdım. 0,5 mol karbon qazı. Deyir birinci və ikinci qabların kütlələri eynidirsə, bunların kütlələri eynidir. Gəlin biz kütlələrini hesablayaq da 0,5 mol karbon qazı neçə kütlə deməkdir? Qramı nə deməkdir? 1 mol karbon qazının kütləsi əgər uşaqlar 44 qramdırsa, 0,5 onun yarısı, yəni 22 qram olacaq. 1 mol hidrogenin kütləsi 2 qramdır. Üzərinə gəlmişsiniz M, bilmirsiniz nədir? Alınacaq 22 qrama bərabər olacaq. Buradan da M-in qiyməti taparsınız ki 20-dir. Doğru variant olur M 20. Gəlin uşaqlar, indi baxaq 53-cü suala. 53-cü sualda deyir ki, qaz qarışıq verib CH4, ondan sonra C2H4 və C4HX. Deyir ki, molekulda karbon atomlar sayı eynidir. Burada 1, 2 və 4. Görürəm ki, eyni deyil. 1, 2, 4-ü yoxuna gəlir, 4 gəlir. Deməli, bunun əvvəl 4 yazırsınız, bunun əvvəl 2 yazırsınız, bunun əvvəl 1 yazırsınız. Və deyir, qazların ümumi mol miqdarı 7-dir. Həqiqətən də baxın, 4, 2 və 1-in cəmi 7 eləyir. Deməli, əmsaları düz tapmışıq. Molları düz tapmışıq. İndi deyir, qarışığın kütləsi 178 qramdır. 1 mol metanın kütləsi 16-dır. 4 vurulsun 16 eləyir 64 qram. 1 mol C2H4-ün kütləsi 28-dir. 2 vurulsun 28, 56-dır. Bu da 1 mol C4HX-in də 12-ni vurdunuz 4-ə eləyir 48. Üzərinə gəlirsiniz X. Bu üçünün ümumi cəmi verir ki, 178-dir. Yazırsınız 64, üzərinə gəlinsin 56, üzərinə gəlinsin 48, üzərinə gəlinsin X bərabərdir 178-ə. 64 ilə 56 olur 120, üzərinə 48 gələndə olur 168. 168 də gəlsin x 178-də, x-in də qiyməti oldu neçə? 10. Bizdən x-i müəyyən edirdi, deyir, o da 10. Gəlin uşaqlar, baxaq 54-cü suala. Deyir ki, 5,6 qram azot. Gəlin birinci, deyək 1 mol azotun kütləsi. N2-nin kütləsi uşaqlar 1 mol üçün 28 qramdır. Onda deyirik ki, 5,6 qram azot. Uşaqlar neçə mola uyğun olmuş olacaq? 5,6-nı böləcəksiniz 28-ə, o da eləyəcək 0,2 mol. İndi deyir ki, molekul sayı. Deyirəm 1 molda molekul sayı 6,2 vurulsun 10 üstü 23-dürsə. Bəs onda 0,2 molda nə qədər olacaq? 0,2-ni vuracaqsınız 6,2-yə, o da olacaq 1,204 vurulsun 10 üstü 23. Birə gedir A variantı. 2,2 qram karbon qazı. Deməli 1 mol karbon qazının kütləsi 44 qramdır. Onda 2,2 qram karbon qazı neçə mol olacaq? Yazırsınız ki, x moldur. Buradan x hesablayırsınız ki, 2,2 bölünsün 44. 2,2-ni 44-ə böləndə 0,5 mol. 0,5-i vuracaqsınız 6,2-yə, o da isə 0,301 vurulsun 10 üstündə 24, o da olacaq 3,1 dəqiqə. Buradan x hesablayacaqsınız ki, 0,301 vurulsun 10 üstündə 23 olur. Bunu da sağa tərəf çevirəndə demişəm ki, əgər sol tərəf vergül aparsanız, üstə artır, sağa tərəf vergül aparsanız, üstə azalır. Olacaq 3,1 vurulsun 10 üstündə 22. Yəni 2-yə gedir Y variantı. 3-ə də 2,8 qram. Deyirik ki, 0,1 mol deməkdir. 0,1 vururuz. 6,2 də olacaq D variantı. Gəlin uşaqlar, baxaq 55-ci suala. 55-ci sualda deyir ki, 6,2 vurursun 10 üstü 22. Uşaqlar, 6,2 vurursun 10 üstü 22-ni bölün 6,2 vurursun 10 üstü 23-ə. Olacaq neçə uşaqlar? 1 bölünsün 10, 0,1 mol. İndi deyir ki, elə olan halda. İndi deyir ki, uşaqlar 0,1 mol dedikdə. Buradan dəqiq hesabladıq. 6,2 vurursun 10 üstü 22-ni bölürsünüz 6,2 vurursun 10 üstü 23-ə. O da eləyir 1 bölünsün 10 şəklində, yəni 0,1, hə. İndi hidrogenin litrini soruşur. Uşaqlar, 1 mol 22,4 litrdirsə, 0,1 mol 2,24 litr olacaq. 1 molumuz əgər ki, deməli, oksigen üçün 32 qramdırsa, onda 0,1 mol 3,2 olacaq. Birə gedir Y variantı. İndi 1,806 vurulsun 10 üstü 23-ü bölürsünüz 6,2 vurulsun 10 üstü 23-ə. Bu da eləyir, uşaqlar, 3. Tapdınız ki, 3-dür. 1 litrimiz 22,4 litrdirsə, 3 molumuz olacaq. 3 deyəndə ki, 1,806-nı uşaqlar bölürsünüz 6,2, o da eləyir, deməli, 0,3, 0,3 yox, 0,3.
1 molunuz 22,4 litrsə, 0,3-ünüz 0,3 vurursa 22,4-ə 672 olan A variantı. Qram da varsa əgər, deməli burada oksigen getdi. 1 molunuz əgər ki SO2 üçün verib 64-dirsə, 0,3 vurun 64-ə 19,2 və yaxud da karbon qaz üçün də baxsınız yenə yox. Bir dənə gedir 2 A variantı. Üçüncü üçün də yazırsınız 9-dan. Yəni bu rahatdır da. 9-dan ona görə belə izah edirəm ki, yəni riyaziyyat da uşaqlar burada kimya bir şey yoxdur. 9-dan %2 vurursun 10 üstü 23-ü bölürsünüz 6-dan %2 vurursun 10 üstü 23-ə. Burada 10 üstü 23-lər getdi. Və 9-dan %3-ü bölürsünüz 6-dan %2 tapırsınız mol eləyir 1,5 mol. İndi kütlə veriləndə, məsəl üçün hər hansı bir kütləni tapmaq istəyir. Məsəl üçün karbon qazının kütləsi deyirsiniz ki, ml 44 qram 1 mol uyğundur. Yəni 1 molun kütləsi 44 qramdırsa, bəs 1,5-in kütləsi nə qədər olacaq? 66 qram. Deməli 3-ə gedir C. Və 1 molun kütləsi kükürt üçün yoxlayaq görək variant olaraq gedir getmir. 1 molun kütləsi 64 qramdırsa, 64-ü vurun 1,5-ə görün alınır. O eləyir 96. 96 eləməlidir. Amma sizə 9,6 verib yanlışdır. Deməli 1-ə gedir G, 2-ə gedir A, 3-ə gedir C. B ilə D. Deməli heç yana getmədi deyəsən. 1,5 22,4-ə vuranda 1,5-ə vurun 22,4-ə. 30,6 yox. 3-ə həm də deməli B-də gedir. Deməli 1-ə Y, 2-ə A, 3-ə B, C. Hələlik uşaqlar bu qədər. Nə bilmədiyiniz suallar olsa yorumlara yazarsınız. Hələlik sağ olun.